Sonra modelləşdirmədən davam edirik. İndi bu rekordları mən yan-yana qoyacağım. Siz bunları bir video kimi izləyəcəksiniz YouTube-da inşallah. İndi bir də bir sual ola bilər ağac modelinə aid ki, məsələn, sizə ədədlər verilib 0, 1, 2, 3, 5, 6 və olsun 8. Bu rəqəmlərdən sual 1. Neçə 3 rəqəmli cüt ədəd? Sual 2. Neçə 3 rəqəmli tək ədəd? Sual 3. Neçə 6 rəqəminin təkrarlanmadığı ədəd düzəltmək olar? Sual 1. Neçə 3 rəqəmli cüt? Sual 2. Neçə 3 rəqəmli tək? Sual 3. Neçə 6 rəqəminin təkrarlanmadığı ədəd düzəltmək olar? Bunları yazın, ondan sonra biraz daha qismət çətinlik gələcək. Bir gedirik. Birinci sualın həlli üçün 1 dəqiqəniz var. 46-dır, 47-də tərtib alıram. İmran haradaydın dostum? Qoşulmamışdım bayaqdan. Yo, bir ara gittim. Çoktan buradayım ben. Bir yarım saat Ya, falan buradayım. tamam. Bunlara almaq üçün bax. Bunlara öz dərsi üçün bax. Müəllim, mən dərsdən çıxsam olar. Səbəb? Mənim saat səhər 8-dən bəri dərsim, çox yorğunam. Dərsdən çıxsan Yəni, olmaz, amma qabağına bir çay qoy, yemək ye. Yemək yeyə qoyar. Yəni, çay qoyuq olar, problem yox. Amma dərsdən çıxmaq yox, olmaz. Qulaqçıq da, qulaqçığın da var maşallah, bir işə yarasın. Dərsi izləyə-izləyə işimi gör. Yeməyi ye, çay iç, amma dərsə bax. Tapşırıq atmasan da olar, amma dərsə bax. tamam. Yeməyi yeyəndən sonra da davam edərsən eyni formada. Sonra birinci sual üçün vaxt bitdi. Sualı mənə izah edir. Kim var burada? Görək. Əziz. Yox, Fuad eləsin. Fuad. Necə həll edirəm Fuad sualı? Fuad sən deyil. Sonra mən səsim gəlir ya Fuadın gəlmir. Bəli. Prosta nəsə yaza bilmədim. Yaza bilmədim. Əziz. Məlumat şərtini nə deyir? Deyirəm ki, bu rəqəmlərdən neçə dənə 3 rəqəmli cüt ədəd düzəltmək olar? ABC yazırıq onda. Bəli, deyirəm. Getdik. A, B, C yazdım. Neyini indi? Cüt olmaq üçün 1, 2, 3, 4 dənə cüt rəqəmli ədəd var. Axıra 4 qoyuruq, 4 dənə. Niyə? Çünki axıra 0 qoya bilərəm, 2 qoya Bəli. bilərəm, 6, 8, axıra 4 qoyuram, düzdür. Əvvələ? Müxtəlif dediniz, yoxsa hamısı ola bilər? Yox, sadəcə neçə cüt? 7 dənədir, 0 qoya bilmərik, 6 dənə qoyuruq. Ay, sağ ol. B-ni yerinə bəs? 7 dənə elə. B-ni yerinə də hamısını qoya bilərəm də 7 dənə. Cavab oldu belə, 6 vur, 7 vurdur. Belə hamısını tutan. Ham başa düşdü, amin sən? Amin, Aytən. Mən bəli. İndi getdik. Neçə təşkilsə nə edərdim Aytən? 4-ün yerinə neçə qoyardım? 3. Niyə? Çünki tək. Tək çünki 3 dənə var. 1, 3, bir də axıra 5 qoya bilərəm. Bir də bəli. Bəs desəydim rəqəmləri təkrarlanmayan cüt. Rəqəmlər təkrarlanmayan. Necə yəni? Bəli. Yəni elə bilsən ki, olacaq. Rəqəmlər təkrarlanmayan rəqəmli cüt olanlar, bəli. Təsvir edərək etməliyəm ki, əvvələ 0 olmayacaq. Niyə olmayacaq bilirsən? Çünki bu kombinasiyaları formada yaratmaq çətin. Ona görə ayrı-ayrı baxmaq lazımdır. Necə desəydik ki, cüt olsun, amma rəqəmləri təkrarlanmasın. Axırda neçə ola bilər? 2. Axırda neçə ola bilər? 2 ilə paralel. 6. Axırda neçə ola bilər? 8. Bunların hamısını bir hal kimi baxıram. Axırda 0-ın gəldiyinə başqa hal kimi baxıram. Çünki 0 bunların eyni deyil. İzah edəcəm.
Tutaq ki 2 ilə gedirəm, sadəcə sən eləyəcəm. 2 üçün tapdığım hal var, həm də nə üçün keçərlidir? 6 üçün də keçərlidir, 8 üçün. Çünki bunların konkret olduğu bir-birindən belə fərqi yoxdur. Üçü də eynidir. Məsələn, 2-də olan halların sayını tapıb 3-ə vuracam. Axıra 2 qoymuşam, 2 rəqəmini qoymuşam axıra. Əvvəl neçə qoymaq olar? Ümumilikdə neçə rəqəm var burada? 1, 2, 3, 4, 5, 6, 7 dənə. Əvvəl neçə qoymaq olar? 6 dənə. Niyə? Səhv deyirsən, 6 deyil Ruslan. Neçə dənədir? 5. 5 dənədir. Çünki nə 0 qoymaq olmaz əvvələ, nə də 2-ni qoymaq olmaz. Bildin? Ümumi 7 dənədir Ruslan. Əvvələ 0 qoya bilmərəm, 2-ni bura qoymuşam deyə. Belə düşün, axırda 2 qoymuşam. A, B, C. Ümumiyyətlə heç nə təkrarlanmamalıdır. Heç bir rəqəm təkrarlana bilməz. İndi axırda 2 qoymuşam. Sadəcə bilsən nədir? Bu niyə yazdım? 2 üçün tapdığım həm də neçə üçün keçərlidir? 6 üçün həm də 8 üçün keçərlidir. Axıra 2 qoymuşamsa əvvələ 5 dənə qoya bilərəm. Niyə? Çünki əvvələ 0 da qoymaq olmaz, 2 də qoymaq olmaz. Ortaya neçə dənə qoya bilərəm? 0 qoya bilərəm. 2-ni qoya bilərəm. Aha, deməli? Əminsən? Neçə rəqəm var usta? 7 dənə rəqəm var onda. Birini bura qoymuşamsa, ikisi 7, 5-i qalıb. Neçə ehtimal oldu burada? 5 vur 5, 25. 2-yə vuracam mı? Yox. Çünki 2 bir nədir? Haldır. Bəli, 2 axırda gələn bir haldır. 25 dənə, axırda 2 gələn 25 dənə ədəd düzəltmək oldu. Deməli, 25 hal burada. O 25 halı neçəyə vuracam? Siraq. 3-ə vuracam. Niyə? Çünki 2 üçün olan eyni şeylər 6 üçün də keçərlidir, 8 üçün də keçərlidir. 25-i vurdum 3-ə, 75 hal burada əmələ gəldi. İndi tutaq ki, axıra 0 qoymuşam. Axıra 0 qoysam əvvəl neçədən qoya bilərəm? 0-ın sayılır. Aysa, deməli 6 dənə. Aysa. Yoxsa işlər dəyişir. Ona görə 0 aldım. Bəs B-ni neçədən qoya bilərəm? 0 qoymalı. Aysa, deməli 5 dənə qoymaq olar. Deməli burada neçə əmələ gəldi? 30 halda burada əmələ gəldi. Ümumilikdə neçə hal əmələ gəldi? 105 hal əmələ gəldi. Başa düşdün? Və mən 105-i heç bir hasildən ala bilmirəm. Hasildən alınır. Belə almayacam. Belə ala bilməyəcəm. Deyim ki, bura 5 dənə qoyum, bura 6 dənə qoyum. Çünki artıq burada rəqəmlərin müxtəlif olma şansı var, forması var. Əgər burada 0 olmasaydı tamam, amma 0-ın olması mənə icazə verməyəcək. Ona görə belə ayrı-ayrı hallar şəklində baxmalıyam. İndi deyirəm ki, 6 rəqəminin təkrarlanmadığı neçə ədəd düzəltmək olar? Bunu isə mənə izah edəcək Siraq. Siraq, 6 təkrarlanmırsa harada gələ bilər? Öndə gələ bilər də bir dənə. Əvvəldə gələ bilər, sonra harada gələ bilər? Ya təkcə əvvəldədir, ya təkcə ortadadır, ya da təkcə axırdadır. Ya da Əvvəldə ümumiyyətlə, gəlsə, sonra da gələ bilməz də, çünki təkrarlanmamalıdır. bəli. İndi tutaq ki, 6 yalnız əvvəldə gəlir. Əvvəldə gəlirsə, B-ni yerinə qoymaq olar. Birinin yerinə 6-nı çıxıb digərini qoyarıq. 7 ədəd var, 6-dan başqa bir şey qoymaq olar, 6 dənə qoymaq olar. C-ni yerinə? Öyle sual yok. Yön 6 dənə. Mən dedim ki, yalnız nə təkrarlanması? 6 təkrarlanması. Neçə hal əmələ gəldi burada? 36. 36 hal burada əmələ gəldi. İndi tutaq ki, 6 ortadadır. Onda əvvəl neçə dənə qoymaq olar? 6 olmaz, 5 dənə qoymaq olar. Düzdürmü? Axıra bəs? 6 dənə var. 6 dənə olar. Çünki yalnız 6 olmaz. 0 qoya bilərəm. Neçə hal əmələ gəldi? Siraq. 30. 30. Eyni sonrası üçün də keçərlidir. Bunun üçün də keçərlidir. Çünki bunun rəqəminin axırda və ya ortada olmayan bir fərqi yoxdur. Çünki mənə düz tək söhbət eləmir. Onda 30 halda burada əmələ gəldi. Bir də heç olmadığı hal var. Heç olmadısa, əvvəl neçədən qoymaq olar? 6 dənə rəqəmdən 5-i. Çünki əvvəl 0 qoymaq olmaz. Ortaya 6 dənə rəqəmin 6-sını da, axıra da elə 6-sını da. Deməli, neçə hal əmələ gəldi burada? 30 vur 6. 180 halda buradadır. Ümumilikdə 6 nəzər olmamışsa. harada? 5-də. Necə yəni? Yəni Bəli, ümumiyyətlə 6-nı heç işlətmirik. 0 da qoya bilmərəm əvvəl. Ona görə 5 dənə qaldı. Qalanlarında isə 6 qoya bilmərəm, amma 0 falan qoya bilərəm. Təkrarlamaq problemi də yoxdur. 180 al burada, üstə gəl. 60 al burada, üstə gəl 36. Bunların hamısının cəmi. Belə bilədim. Görə. Başa düşdü amma. Evet. İnşallah bir dəfə belə sual düşə bilər. Şeydə görmüşəm. 20 sınavda. İmtahan düşmə ehtimalı var. 1 verilib, 2 verilib, 3 verilib, 5 verilib, 7 verilibdir. 7-yə 0 verilsin bir də.
Sən deyirəm ki, indi 1 və 2-nin təkrarlanmadığını neçə dəfə düzəltmək olar? Getdiniz. 1 və 2 təkrarlamasının qalanları təkrarlana bilər. Neçə belə də düzəltmək olar? Bilməm, başlayalım. Ağasla yazacaq. Bəli, ağasla başqa şansımız yox. Yəni 1 ilə 2 təkrarlanmasın, qalanları təkrarlana bilər. Bəli. Neçə belə də düzəltmək olar? Ancaq ağac üsulunu həll edə bilərsiniz. Problemlə də görmüşdük ki, ağır usulü getdik. Problem oradadır ki, alınmır. Ən azından mən bunu bu üsulla həll edə bilmirəm. Ağacı keçmədən həll edə bilmirəm. Mən beynimdə oturmalıyam. Mən də. Həlli ancaq ağacla bilirəm. Sən tapa bilsən nə cür tap. Necə? Neçə rəqəmlər Bəli. də 3 rəqəmli. Ağac modelindən həll edeyim. Çünki bunun ağacdan başqa həlli biraz qarışıqdır. 22 çalanlardı. Bəli, 1 və 2 təkrarlanması. Qalanlar təkrarlana bilər. Yəni bir dəfə əvvəldə gəlsə, sonra axırda, ortada gələ bilməz də, belə. Bəli. Tamam, Sirat, çıxa bilərsin. 12 dəfə. Mən də 12 tapdım. 12 tapdınız. Yaxşı görək doğrudan da 12-dir. Yoxsa yox deyil. Əvvəldə 1 gələ bilər. Əvvəldə tutaq ki 1 gəlir. Birdən burada 1 gəlsə, neçədən gələ bilər? Burada neçə ədəd gələ bilər? Əvvəldə 1 gəlsə. 4 dəfə. Bəli. Burada 4 dənə ədəd gələ bilər. Amma indi mən 2 ilə bunları ayıracağam. Tutaq ki, əvvəldə 1 gəlib, burada 2 gəlib. İndi burada axırda neçə ədəd gələ bilər? 3 ədəd gələ bilər. Hansılardır? 3, 7, 0. Çünki 1 ilə 2 gəlsə 1, 2 neyini yer? Təkrarlanır. Deməli, bax, burada 3 hal var. İndi halları dairəyə alacaq. 3 hal burada əmələ gəlir. İndi tutaq ki, burada 1, burada 3 var. Onda Yəni 2 təkrarlana bilməz. axırına neçədən qoymaq olar? 2 dənə. Niyə? Yenə 3 dənə, bəli, yəni. Hansı 3 dənə qoymaq olar? 3, 2-ni, 7-ni, bir də 0 qoymaq olar. 3 dənə qoymaq olar. 3 üçün yazdığım hər şey hansı rəqəmlər üçün də keçərlidir? 7 üçün də keçərlidir. Əvvəldə gəlmədiyini gördüyüm üçün də neçə üçün keçərlidir? 0 üçün də keçərlidir, düzdürmü? Problem yox. Çünki bu əvvəldə gəlmək şansı yoxdur. Hə, bir əvvəldə gəldi. Bir əvvəldə gəldikdə 3 üçün də keçərlidir deyə neçə al əmələ gəldi? 3 vur, neçə al? 3 vur, 3, 9 al. 3 al da burada 12 al. Siz səhv tapırsınız zaten. Yəni bu 12 hardan əmələ gələnlərdir? Əvvəlin birin əvvəldə gəldiyi halda əmələ gələnlərdir. Eyni formada 1 ilə 2-nin bir-birinə fərqi var? Yoxdur. Deməli 2 ilə başlayanda da eyni şey olacaq. Neçə halda əmələ gələcək? 12 ilə halda orada əmələ gələcək. 24 hal. İndi 3 ilə başladacaq. 3 ilə hansı da eynidir? 7 eynidir. 0 ilə dostlar eynəyənməz. Başlaya bilməz. Bəli. 3 ilə başlasam, bura neçədən qoymaq olar? Gəl belə danışaq. 3 ilə başlayıram, bura qoyuram, tutaq ki, hələ ki 1. 3 ilə başlayıb, bura 1 qoysam, bura neçədən qoymaq olar? 3 dənə qoymaq olar. Bəli. Bu nə üçün də keçərli idi? 2 üçün də keçərli idi. 2 üçün də burada yenə 3 dənə var. Nə qədər elədir? 6. Tutaq ki, burada 1, 3-dən sonra gəlib atıram 7. Onda axırda neçədən gələ bilər? Neçə dənə yəni? 3 dənə gələ bilər. 7 üçün olanlar həm də hansılar üçün keçərlidir? Niyə ki? 0 üçün də keçərlidir. Əvvəldə deyil, bu ortadadır. Həm də 0 üçün keçərlidir. 3 dənə də hal burada əmələ gəldi. İmmunitet neçə hal əmələ gəldi? 6, 6, 12 hal əmələ gəldi. 3 üçün olan hər şey həm də neçə üçün keçərlidir? 7 üçün keçərlidir. 7 əvvəldə gələndə də keçərlidir. Deməli 12 hal da oradan əmələ gəldi. 24 hal. Başa düşdük. 24. Burada da 24. Bir ilə 2 nəfərdə gəldi. Bəli.
Yox, indi belə bir məsələ var da. Təkcə bir nefsin əvvəldə gəldiyi hal deyil axı. Otobüslər tapmış. 1 ilə 2-nin əvvəldə gəldiyi hallar. 1-in əvvəldə gəldiyi hal 12 dənə, 2-nin əvvəldə gəldiyi hal 1 dənə indi 12 dənə. 3-ün əvvəldə gəldiyi hal tapdım ki, 12 dənədir. Eynisi 7 üçün də keçərlidir deyə 7-də də 12 dənə olacaq. Əvvəldə 0 da gələ bilməz. Onun üstündə 24 burada, 24 burada. 48 sala mənə gəlmişdi. Kim 48 tapmışdı? Heç kim? Ay sağ olun. Ona görə yaxşı ki buna baxdım. Ehtimal var. 20 sınavın içində var. 20 sınavın içində olan qraf sualı mən düşdüyünü gördüm. Deməli, bu da düşə bilər. Belə uşaqlar, bu mövzu da getdi belə. Sonra ağac modelinə aid nə düşə bilər? Bax, buradan düşə biləcək ən çətin sualları bildik. Bax, hamısından düzəl eləyə bilərsiniz, Zoom-dakılar. Bax, indiyə kimi dediklərimin hamısı 6 təkrarlanması, nə bilim, rəqəmlərin müxtəlif cüt, ümumiyyətlə sadəcə cüt, sadəcə tək ədəd, 3 rəqəmli ədəd, 4 rəqəmli ədəd və s. Bunların hamısını bu qaydanı həll etmək olar. İndi keçirik ağac modelindən başqa bir dənə qısa bir mövzu götürək. Keçək klaster suallarına. Bax, klaster suallarına bağlı imtahan düşə biləcək suallar. Məsələn, belə bir suala qarşılayan, deyir ki, bir diskin içində 3 dənə 2 kilobaytlıq fayl var, 4 dənə 5 kilobaytlıq fayl var. 2 dənə də 9 kilobaytlıq fayl var. Bunlar hamısı bir diskin içindəki fayllardır. Bu fayllar hamısı birlikdə kompüterin yaddaşında nə qədər yer tutar. Amma bir şey nəzərə almalısınız ki, bir klasterin həcmi 4 kilobayt. Yəni, bir klasterin həcmi 4 kilobayt olduğunu bilərək bu fayllar ümumilikdə kompüterin yaddaşında nə qədər yer tutar, bunu tapın. Getdiniz. Mən şu videolarımızla birləşdirək. Sən boş dəftərini ver. Deməli, sən birinci hansı videonu çəkdik? Birincisi bölmədə var idi. Proseslər. İnformasiya, birinci bölmə qısaca, birinci bölmə. Sonra var idi orada çəkdiyimiz üçüncü bölmə, mətin və şəkil nəzmi. Sonra say sistemi də getdi. 4 modelləşdirmə. Model plus klaster. Düzelt. Həll elədi. Çox. 20 şobat bir dəqiq 20 klaster. Aslında nə qədər yer? Belə düşsün. Ne olur? Kaç ödər? Sorsan bir dəqiqə. Son bir dəqiqə. Son 30.
15 və vaxt. Sualı həll eləməyə mənə kömək edir. Görüm kim var burada. İmran. İmran, necə həll eləməliyəm? Demədim mən. Necə həll eləməliyəm? Məsələn, belə eləsəm olar, 3-ü vuraram 2-yə, 4-ü vuraram 5-ə, 2-ni vuraram 9-u, sonra bunları toplayaram. Elə olar. Yaxşı, Olar. hamısını toplayıb 4-ə bölsəm olar. Olmaz, heç vaxt olmaz. Bunlara ayrı-ayrı baxmaq lazımdır. Mənim 3 dənə 2 kilobaytlıq faylım var. Hər bir fayl ayrı-ayrılıqda baxılır. Klasterim nə qədərdir? Bir klasterim 4 kilobayt. 2 kilobayt yerləşdirmək üçün nə lazımdır? Neçə 4 kilobayt lazımdır? 2 kilobayt yerləşdirmək üçün 4 kilobayt lazımdır. Bir dənə 4 kilobayt lazımdır. Bir dənə. Bundan neçə dənə var? 3 dənə. Deməli, mənə 3 dənə 4 kilobayt olan klaster lazımdır. Bu da eləyəcək 12. 12 kilobayt burada. Burada 5 kilobaytlı bir faylım. Bir faylım 5 kilobaytsa, İmran, 5-i yerləşdirmək üçün mən neçə 4 kilobayta ehtiyacım var? 2 dənə. 2 dənə. Yəni neçə kilobayt yer lazım 5-i yerləşdirmək üçün? 2 dənə 4 kilobayt, 8 kilobayt. Ümumilikdə də bundan neçə dənə var? 4 dənə. Yəni 8 vur 4-də burada, 32 kilobaytda burada yazıram. Eyni qayda ilə 9-u yerləşdirmək üçün neçə dənə 4 lazımdır? Hı. Neçə? 3 dənə lazımdır. O da 12 3 kilometr. dənə. Ay sağ ol. 3 vur 4-də. Elə olursan. 3 vursun 4 ümumilikdə 12 kilobayt bu. Bu fayldan neçə dənə var? 2 dənə varsa, deməli neçə kilobayt? Bir də 2-yə vursam 24, düzdür? 24 kilobayt da burada. Deməli 24 kilobayt üstəgəl 32 kilobayt üstəgəl 12 kilobayt. Bu da elədi 68 kilobayt. Başa düşdün? Sən neçə almışdın? Klaster sayda 17. Klaster sayının neçə olduğunu artıq tapa bilərəm. Belə bir sual da düşə bilər. Neçə klaster lazım? Bura aydındır ki, birinə bir dənə lazımdır. Ümumiyyətlə də 3 dənə lazımdır burada. Deməli 3 klaster bura. Birinə 2 dənə lazımdır, 4 dənə də faylım var. Neçə klaster eləyir? 8 klaster, düzdürmü? Çünki bir faylı 2 klaster gedir. 4 dənə də faylım var. 4 vur 2, 8 klaster. Burada bir fayla 3 dənə klaster gedir. 2 dənə də faylım var, 6 dənə klaster də bura getdi. Oldu belə. 8 üstə gəlir 3, 11, üstə gəlir 6, 17. Deməli 17 klaster lazımdır, amma 68 kilobaytlıq da yer lazım. Bunların hər ikisi imtahan suallarına düşə bilər. Neçə klaster yer lazımdır, bir də nə qədər yer lazım. İndi inşallah bir də ki, əməliyyat sistemləri mövzusuna elə gəlirik. Klaster əməliyyat sistemləri mövzusunda da orada fayl şablonları olur. Fayl şablonları hansılardır Rüsman? Fayl maskaları da deyirlər. Ulduz, bir də sual işarəsi. Ulduzun yerinə nə qədər istəyən simvol qoya bilərsən. Bir dənə də qoya bilərsən, 3 dənə də qoya bilərsən, boş da qoya bilərsən, yəni 0 dənə də ola bilər. Amma sualın yerində yalnız bir dənə olar. Boş qoymaq olmaz. 2 dənə qoymaq olmaz. Məsələn, deyirəm ki, indi burada ulduz sual.com. İndi belə bir faylım olsa ki, 3.5.com. Bu fayla, bu maska ilə bu faylı tapmaq olar yoxsa yox? Olar. Yaxşı. Sadəcə 5.com olsa. Ama yok. Uzun yer boş olabilir. Bəli, uzun yerdə 5 qala bilər, boş qala bilər. Sual yerində bir dənə qoya bilərəm. Onda olar 5.com. Problem yox. Bəs yaxşı, maskanı belə dəyişirəm. Sual nöqtə ulduz sual. Bu maska ilə nöqtədən sonraki hissəsi sadəcə olan fayl tapmaq olar. Yalnız sağı yoxdur. Olmaz. Niyə? Çünki burada yəni sual var deyə sualın yeni bir dənə qoymaq olardı. Amma bura bir dənə co qoysam olar. Çünki sualın yeni bir dənə qoya bilərəm. Ulduzda boş qala bilər.
O suallar əvvəlləri deyirəm də zaten nöqtədən əvvəli demədim, nöqtədən sonra dedim. Nöqtədən əvvəlləri deyirəm. Nöqtədən əvvəldə neçə simvol olmalıdır? Hökmən. 2 dənə olmalı. 3 dənə qoymaq olar. 1 dənə qoymaq olarmı? Olmaz. Başa düşdünüz sualları maskaları da? Bəli. Sirad, başa düşdün? Əziz. Amin. Bəli. Yaxşı oldu. Bu da belə. Yəni, Siz mən çox yormaq çıxa bilərəm. istəmirəm. Çıxa bilərsiniz. Sağ ol. Kamran, sən amma 5-də qoşulacaqsan tezdən. Oldu mənim. Tamam. Xudahafiz.